Kim insanlara təşəkkür etməsə, Allaha şükür eləyən sayılmaz. İnsanların da içində qayğı göstərilməyə ən layiq olan ata və anadır. Lakin ata və ana baxsaq, hissi olaraq üzərimizdə böyük əziyyətləri var. Atamız işləyib, əziyyət çəkib və bizi yedizdirib. Anamız da gecəsini gündüzünə qatıb, bizə baxıb, bizi bəsləyib böyüdüblər. Lakin bizim qəlbimizdə olan hidayət neymətinin səbəbi onlar deyirlər. Allah onları yox, bizə xeyir öyrədən müəllimləri səbəb eləyib Allah Taala. Ona görə valideynlərə də təşəkkür eləmək, onlara da hörmət qoymaqdan sonra ən böyük təşəkkür edəcəyimiz insanlar, qardaşlar, bizə xeyri öyrədən müəllimlərimizdir. Onlar üçün Allaha dua eləmək, Allahdan onlar üçün sabitçilik istəmək, dua eləmək ki, ya Rab, onlar kimi möhkəm sələfi dəvətçilər bizim evladlarımızdan da yetişdir.